Bir uşağın həyatında ananın və atanın rolu nə qədərdir? Yəni %99 deyərdim. Tam olaraq, hə. Bəli, 1% özünə qala bilər. O çox kiçik bir hissədir və yetkinlik yaşını qazana bilsən, qazana bilmirsən ondan sonra. Yetkinlik yaşını ana icazə verirmi qazanmağa? Ata icazə verirmi? Axı o da oradan başlayır. Hə. Ona görə 99% ana ata. Onda biz əslində onlardan biraz böyüyürük. Aha. Oradan çıxmaq istəyirik. İstəyirik ki, qəbul etmirik. Anamın bu xasiyyətini bəyənmirəm, atamın bu xasiyyətini bəyənmirəm. Amma %99 o Dönüb yox. qayıdırsan ora. Niyə elə olur? Valideyn narahatçılıqla gəlir, deyir mənim uşağım heç mən belə deyiləm. Deyirəm indi üsyan eləyir. Bir müddətdən sonra onun öz uşağı olanda gör sizin hərəkətləri təkrarlayır yoxsa yox. Gör birazdan çətinliklə qarşılaşanda sən stresə necə cavab verirsən? Məsələn, qab mı yuyursan, yoxsa gedib nə bilim içəmi qapanırsan, nə edirsən? O eyni hərəkəti eləyir ya eləmir. Gördüyünü təkrarlayır. Gördüyünü təkrarlayır. Çünki biz stresslə baş etməni anadan öyrənirik, atadan öyrənirik. Biz həyatla baş etməni, necə cavab verməyi, insanlarla qonşu bir problem yaratdı, ona necə cavab vermək. Bunu anadan, atadan öyrənirik. İndi uşağın fərqli cavab verə bilər. Sınama dönəmindədir. Yeniyetməlikdə də çox vaxt fərqli olurdu. Sonradan eyni ananın tipinə qayıdırsa, məsələn mənim anam pedaqoqdur, çox bəzənməz, sadə, yəni stabil bir xanımdır və 25 ildən çoxdur ki, müəllimə işləyir anam. Mən yeniyetməlik vaxtında gündə bir saç rəngi qoyurdum, gündə bir nə bilim yeniyetməlik deyəndə ki, yəni məktəb bitirəndən sonranı, hələ o da yeniyetməlik sayılır 21-22 yaşına qədər. Hər gün bir cür sınıyırdım, dırnağımı fərqli eləyirdim, yubqam fərqli olurdu, fərqli rəngdə paltarlar güllü-güllü geyinirdim. Bir müddətdən sonra işə başladım və işlə davam elədim və görürəm ki, mən müəllimə kimi geyinirəm və heç vaxt qızıl sırğa, sep, bilərzik falan taxmamağa başlayıram. Yəni mənə qəribə gələn o idi ki, mən anamın hərəkətlərini əslində təkrar eləyirəm və onun tərzini götürmüşəm. Siz bunu da şuursuz eləyirsiniz də. Təbii ki, şuursuz eləyirəm. Yaxşı, onda deyim ki, baxın, şuurlu etdiyimiz halda onda nə olur? Axı biz belə olanda hər birimizin anası, atası nümunəvi olmaya da bilər. Bəli, bəli. Yəni lazım deyil təkrarlamaq, belə deyim sizə. Bəs biz bu həqiqətlərimizi pozmaq üçün nə etməliyik? Hər zaman alkoqol atanın uşağı alkoqolik olmayacaqdır. Lakin onun çətinliyə düşəndə istifadə etdiyi metodlardan biri içki olacaqdır. Çünki uşağımızın biz ana olaraq, ata olaraq normalda o formada uşağımıza davranmaya bilərik. Anamız kimi davranmaya bilərik, atamız kimi davranmaya bilərik. Amma çətin bir vəziyyətə düşəndə, məsələn, uşaq bizi əsəbləşdirdi, sözümüzə baxmadı və yaxud gündəlik normal günümüz keçmir. Nəysə bir stresimiz var, pul çatdıra bilmirik. Hər hansısa bir çətinliyimiz var. Həmin o çətinlikdə biz öz atamız, anamıza dönürük. Ona görə deyərdim ki, bizim ana, atamızın rolu həyatımızda 99%.